Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Sərhəd komissiyalarının növbəti iclası Ermənistanda keçiriləcək. Azərbaycanlılar İrəvanda nələri müzakirə etdi? Hüseynov qardaşlarının anası ermənidir. Fotofakt. Avropanın dağılacağı tarix açıqlandı. Münhendə nə baş verib? Emin Hüseynovun qadın paltarında qaçışını kimlər təşkil etmişdi? Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının növbəti iclası Ermənistanda keçiriləcək. Telegraf xəbər verir ki, bu barədə erməni politoloq Narek Minasyan İrəvanda Azərbaycan vətəndaş cəmiyyəti ilə son görüş barədə danışarkən deyib. Yaxın gələcəkdə iki ölkənin sərhəd delimitasiyası komissiyalarının iclasının keçirilməsi planlaşdırılır. Əvvəlki iclasın Azərbaycan ərazisində baş tutduğunu nəzərə alsaq, növbəti iclasın Ermənistan ərazisində keçirilməsi planlaşdırılır, o bildirib. 13-14 fevral Sülh Körpüsü təşəbbüsü çərçivəsində keçirilən 3-cü görüşdə iştirak etmək imkanı qazandım. Beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə Ermənistandan olan iştirakçılarla qarşılaşsam da, bu səfər tamamilə fərqli idi. Sülh prosesi çərçivəsində bu dəfəki görüş öz simvolizmi ilə seçilirdi. Bu sözləri Axar.az-a Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, görüşdə etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və cəmiyyət səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilib. Regional təhlükəsizlik, sərhədlər və bağlantılarla bağlı məsələlər də geniş müzakirə olundu. Hər iki tərəfin baxışları və gözləntiləri konstruktiv mühitdə ifadə edildi. Eyni zamanda əməkdaşlıq, o cümlədən birgə layihələr, ictimai kommunikasiya strategiyaları və cəmiyyətlər arası qarşılıqlı əlaqə mexanizmlərini müzakirə etdik. Dialoq zamanı davamlı sülhün üstünlükləri yenidən nəzərdən keçirildi və Azərbaycanla Ermənistan cəmiyyətləri arasında münasibətlərin qurulmasının mümkün sosial-iqtisadi faydaları diqqətə çatdırıldı. İlyas Hüseynov proqram çərçivəsində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armin Qriqoryan və Xarici İşlər Nazirinin müavini Vaham Kastanyanla görüşlər keçirildiyini bildirib. Onlara müvafiq suallar ünvanladıq və hər iki cəmiyyətdə ictimai gözləntiləri və sülh prosesinin vətəndaşlar üçün real nəticələr verməsinin yollarını müzakirə etdik. Bu müzakirələr sülh gündəliyinin dəstəklənməsində, vətəndaş cəmiyyətinin rolu və ictimai təşəbbüslərin rəsmi səyləri necə tamamlayacağı barədə fikir mübadiləsi üçün yeni imkan yaratdı. Tədbir müzakirələrin yekunlarına dair mətbuat konfransı ilə başa çatdı. Daha sonra delimitasiya olunmuş sərhəd hissəsindən geri qayıtdıq. Bu da etimadın möhkəmləndirilməsi istiqamətində növbəti praktik addım oldu. Uzun illərdir erməni diasporunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən və Azərbaycana qarşı əxlaq terrorunun başında dayanan Emin və Mehman Hüseynovların anası Firəngiz Hüseynovanın erməni olması ilə bağlı məlumatlar yeni deyil. Bununla bağlı vaxtilə sosial şəbəkə və mediada yayılan faktları gündəm olmasını nəzərə alaraq yenidən təqdim edir. Sənədlərdən aydın olur ki, 1947-ci ildə Bakıda anadan olan Firəngiz İbrahim qızı Hüseynova əvvəlki ad və soyadı Yevgeniya Qriqoryevna Avanesova olub. Arxiv sənədlərində Yevgeniya Avanesovanın Firəngiz Hüseynova anası milliyyətcə erməni olan Arfeniya Sergeyevna Avanesova kimi qeyd edilib. Yevgeniya Avanesovanın qızlıq soyadının Bədirzadə kimi qeyd olunmasına səbəb onun İbrahim Bədirzadə və Taynulina Mariya Yarulayevna 1912-ci ildə Rusiyanın Stavropol şəhərində anadan olan Krım tatarı tərəfindən övladlığa götürülməsidir. Yevgeniya Avanesovanın adı 1967-ci ildə 20 yaşı olanda Qazaxıstanın Kastana şəhərinin nikah dairəsində Firəngiz olaraq dəyişdirilib. 2018-ci ilin avqustunda vəfat edən Yevgeniya Avanesova Suraxanı rayonunun Əmircan qəsəbəsi yaxınlığında yerləşən və cəmaət arasında Tatar qəbristanlığı adlanan məzarlıqda dəfn olunub. Onun məzar daşında Firəngiz Hüseynova yox, Firəngiz İbrahim qızı yazılması diqqət çəkir. Həmin məzarlıqda xeyli sayda və kompakt şəkildə erməni qəbirləri var. Hüseynov qardaşları analarının Tatar əsilli olduğunu iddia etsələr də, sənədlər onun erməni əsilli olduğunu təsdiqləyir. Bu baxımdan qardaşların Azərbaycana qarşı casus fəaliyyəti göstərmələri, son illər isə əxlaq terroru ilə dəyərlərə hücumları təsadüfi deyil.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Fransa prezidenti Emmanuel Macronla bağlı baş verən utanç verici hadisə Paris və Berlin arasındakı münasibətlərdə dərin bir böhranı ortaya qoyub. Bu barədə Berliner Zeitung qəzeti məlumat yayıb. Hadisə Macronun Britaniya baş naziri Keir Starmer və Friedrich Merz ilə keçirdiyi mətbuat konfransı zamanı baş verib. Fransa lideri Merzlə bir neçə dəfə salamlaşmağa çalışsa da, kansler ona məhəl qoymayıb və cavab verməyib. Münhendə 3 gün keçirdikdən sonra Avropa çaşqın görünür. Fransa axmaq kimi görünür. Almaniyanın isə aydın bir planı yoxdur. Əvvəlki kimi davam etmək getdikcə çətinləşir, qəzet yazıb. Nəşrin məlumatına görə, Avropalılar son illərdə özlərini kənar şəxslərin vəziyyətində tapıblar. Bunun ən bariz nümunəsi Ukraynadakı münaqişədir. Məqalədə həmçinin qeyd olunur ki, Avropanın daxili parçalanması əvvəlki kursa xalq dəstəyinin davamlı olaraq azalması ilə müşayiət olunur. Fransa prezidenti bildirib ki, Avropa yalnız özünə güvənə biləcəyi bir nöqtədədir. O hesab edir ki, Avropa vətəndaşları çarəsizdilər və Amerikanın nə qədər irəli getməyə hazır olduğunu təsəvvür edə bilmirlər. O qeyd edib ki, bu yalnız Qrenlandiyadakı vəziyyətə aid deyil, həm də Avropanın təhlükə altında olduğunu göstərir. Əgər heç nə etməsək, Avropa 5 ildən sonra məhv olacaq, Macron bildirib. Münhendə birinci vitse-prezident Mehriban Əliyevaya sual verən Emin Hüseynovun qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz, sizə can sağlığı arzuluyuram sual-cavabla qarşılaşması onun üçün gözlənilməz olduğu kimi 2014-cü il hadisələrini də gündəmə gətirdi. Xarici qrantların alınmasında hesabatlılıq məsələsi qanunda sərtləşdirildikdən sonra həmin vaxt xüsusilə Soros şəbəkəsi ilə bağlı bir qrup qeyri-hökumət təşkilatının vergidən yayınması ortaya çıxdı. Buna paralel olaraq eyni şəbəkəyə daxil olan təşkilatların xalq diplomatiyası adı altında erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığı məsələsi gündəmə gəlmişdi. Bu, Azərbaycan dövlətinin istəyi ilə keçirilən xalq diplomatiyası yox, Qarabağda işğala əsaslanan status quo-nun qorunması riskini yaradan, xüsusilə Qərbdə dəstəklənən siyasət idi. Çox vektorlu aparılan prosesdə bu hədəfi aydın seçmək çətin olurdu. Çünki əsas vitrin kimi insan haqları və demokratiya, media azadlığı prinsiplərindən istifadə edilirdi və işğalı legitimləşdirməyə hesablanmış xalq diplomatiyası da demokratiya uğrunda mübarizə olaraq təqdim olunurdu. Həmin təşkilatların fəaliyyətinin təftiş edilməsi də onlar üzərindən Azərbaycanda öz maraqlarına uyğun siyasəti maliyyələşdirən Soros şəbəkəsi, eləcə də maraqlı ölkələr, həmçinin Ermənistan və erməni diasporu/lobbisini narahat edirdi. Azərbaycanla bağlı demokratiya çağırışlarının arxasında da bu və ya digər formada hər zaman Qarabağ məsələsinin dayanması faktı mövcud olub. Bununla bağlı açıq mənbələrdə kifayət qədər məlumatlar mövcuddur. Həmçinin demokratiya, insan haqları profilli təşkilatlar şəxslərin erməni şəbəkələri ilə bu və ya digər formada əlaqəli olması, yaxud yollarının kəsişməsi diqqəti bura yönəldib. Misal üçün, 2014-cü il hadisələrində həbs olunan, daha sonra ölkəni tərk edən Leyla və Arif Yunuslar bunun ən real nümunələrindəndir. Leyla Yunus, Azərbaycandan gedəndən sonra erməni hüquq müdafiəçisi Süzanna Barsegyanla birlikdə ictimai dialoq saytını yaratdı və Azərbaycanda siyasi məhbuslar adlı siyahı hazırladı. Arif Yunus, dəfələrlə Qarabağ münaqişəsinin həlli, Azərbaycanda demokratiyanın qurulmasından keçir, çıxışları edib. Avropa Şurası Parlament Assambleyasının 2019-cu il yaz sessiyasında Nikol Paşinyanın Azərbaycan hakimiyyəti Ermənistanla sülh istəmir tezisi, digər zalda keçirilən ictimai təşkilatların müzakirəsində Leyla Yunus tərəfindən İlham Əliyev Ermənistanla sülh istəmir formasında səsləndirilirdi. Belə nümunələr kifayət qədərdir. 2014-cü ildə bu şəbəkənin sıradan çıxarılması prosesində təkcə Emin Hüseynov İsveçrə səfirliyində gizlənməklə yayına bildi. Onun qaçışının tək səbəbi isə qadın paltarında gizlənməsi yox, həm də arxasındakı qüvvələr idi. Emin Hüseynov Amerikalı hərbiçi xanımla evli olub. Bu xanımın kimliyi dəqiq bilinməsə də, məşhur Rebecca Vincentin rəfiqəsi olduğu haqda məlumatlar var. Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Vincentin Miledi ləqəbli kəşfiyyatçı olduğu deyilir. 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsində Demokratiya naminə oxu kampaniyasının təşkilində iştirakına görə ölkədən çıxarıldı. Daha sonra əsas fəaliyyətini Azərbaycana qarşı kampaniyaların təşkili istiqamətində qurdu. Hüseynovun şəbəkəyə daxil olmasında da Vincentin rolu böyük olub. Hüseynovun kömək istəyi Amerika Birləşmiş Ştatları səfirliyi tərəfindən Amerikalı xanımla evli olduğuna görə geri çevrilsə də,
Əslində onun İsveçrə səfirliyinə sığına bilməsinin arxasında Vincentin timsalında Amerikalıların rolu istisna edilmirdi. İki amil də bu fikri gücləndirirdi. Birincisi, Hüseynovun Amerika Birləşmiş Ştatları səfirliyi tərəfindən qəbul edilməsi Vaşinqton-Bakı xəttinə problemlər yaradacağı üçün missiyanı İsveçrə səfirliyi üzərinə götürdü. İkincisi, İsveçrə həmin il Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına sədrlik edirdi və xalq diplomatiyasının genişlənməsi üçün Azərbaycan və Ermənistan ictimaiyyətinə lazımi dəstək verəcəyik bəyanatı ilə izlədiyi siyasi xətti elan etmişdi. Vergidən yayınan təşkilatların həm də məlum xalq diplomatiyasını həyata keçirməsi, buna görə qrant alması fonunda da Hüseynovun İsveçrə səfirliyinə sığınması təsadüfi deyildi. Səfirlikdə 10 qalan Hüseynov rəsmi Bakı ilə danışıqlardan sonra İsveçrəli diplomat Didier Burkhalterin təyyarəsində ölkəni tərk etdi. Bu faktlar Hüseynovun arxasında xarici qüvvənin dayandığını və xidmətləri qarşılığında belə münasibət gördüyünü təsdiq edir. Eyni xidmətləri bugün də davam edir. 44 günlük müharibə zamanı ordumuz haqqında dezinformasiyaların yayılması, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrini Avropa Şurası Parlament Assambleyasına şikayət etməsi, Azərbaycana qarşı qətnamələrin qəbuluna çalışması da belə xidmətlər sırasındadır. Bu kontekstdə Hüseynovun Azərbaycan prezidentinə və birinci vitse-prezidentə ünvanladığı suallar əslində xidmət etdiyi qüvvələrin sifarişi idi. Hərçənd Mehriban Əliyevanı cavabı onun üçün soyuq duş effekti yaratdı. Siyasi şərhçi Asif Nərmanlı.